Doktor, deməli kişi sonsuzluğu barədə danışırıq. Bəs kişi bəxtsizlikləri barədə laboratoriyada hansısa bir analizlər var? Çok maraqlı sualdır. Bunun konkret olarak analizi yoktur. Bunu ancak psikolojik olarak değerlendirə bilərik, anamnezini toplaya bilərik ki, mesela ailəsinə baxıb, qarşıdakı cinslik nümayəndəsinə baxıb görüm onun haqqında bəxti gətirib yəni evlənəndə mi, subay olanda mı? Andrologiyanın ən çətin problemi, ən çətin pasiyenti daha doğrusu sizcə hansıdır? Həyat yoldaşı ilə gələn yoxsa anası ilə gələn? O anası ilə gələn. Anasının gəlibsə, demək bunda ciddi problemi var yəni. Ən çətin elə odur. Sizin üçün ereksiyanın elmi izahı var, aydın məsələdir. Bəs xalq arasında eşitdiyiniz ən absurd izah nədir pasiyentlərin? Ereksiya ilə bağlı gəlirlər ki, örtbasdır eləyirlər, özlərindən belə kreativ bəhanələr gətirirlər də, problemini birbaşa dilə gətirmir. Məsəl üçün, məndə demir ki, impotensiya var da, başqa sözlər işlədir. Mənim bir dənə yanına Türkiyədə təhsil aldığım vaxtda bir dənə yanına yaşlı kişi gəldi, təxmin 70 yaşında. Yanındakı yoldaşı ilə gəldi, o təxmin o qədər yaşda. Dedim, amca şikayəti nədir? Dedi ki, teyzəndir, xoşbəxt deyil. Narahatdır, teyzən narahatdır. Teyzən narazıdır yəni. Yəni xaladı oradakı yoldaşı. Siz Arifə bir işarə bəstində. Oradan başa düşdük ki, problemləri var. Deməli, andrologiya sizcə romantik ixtisasdır yoxsa realist? Əlbəttə ki, bu belə bir sahədir ki, burada mütləq romantika lazımdır, romantikasız burada olmur. Fantaziya da lazımdır. Sizcə siz hansı dərmanın adını eşidəndə gülməyiniz gəlir və yaxud da gülümsüyürsünüz bir androlog olaraq, tanış dərman kimi? Əsas əlbəttə bizim o sevdiyimiz dərmanlar Viagra'dır yəni. Viagra o artıq siqnaldır yəni. Deməli, bir kişi gəlir və deyir ki, doktor, hər şey qaydasındadır, amma arvad razı deyil. O halda nə edirsiniz? Hər şey qaydasındadır, arvad razı deyilsə, birinci onun arvadını soruşmaq lazımdır ki, arvad gözə nədən razı deyil? Sizcə kişi sağlamlığının ən böyük təhlükəsi stres, siqaret yoxsa sosial media? Sosial medianın yıxdığı evləri, yəni nə siqaretlə də yıxa bilməz. Ay sağ olun. Deməli, qadınlar sizi daha çox nə zaman axtarırlar? Deməli, boşanma ərəfəsində yoxsa nə var? Biz androloqları, qadınlar. Mən ona görə qadınları soruşdum ki, onlar da soruşurlar. Yox, boşanma ərəfəsində artıq gec olur, amma əlbəttə ki, problem yarananda evdə kişilərini gətirirlər yanıma, ya bu kişi ilə məşğul olgudan ki, görəm bunda niyə alınmır? Bəli. Deməli, ən çox eşitdiyiniz yalan budumu? Doktor, bir dostumda belə bir problem var. Elədir. Əsasən də telefonla ya da ki, sosial şəbəkədə yazanda belə deyirlər, dostumuzda bir problem var, ya da ki, məclislərdə bir soruşanda onunla belə soruşurlar. Sizcə kişi nə zaman həkimə gəlir? Öz xoşu ilə yoxsa məcbur edilərək? Yoldaşı məcbur edən xəstələr çox olur, yəni. Məcbur ki, get həkimə. Sən zəifsən, get müalicə al ki. İndi belə çıxır ki, androloqlar kişilərin suallarına cavab tapa bilməyiblər deyə toplaşırlar, yoxsa kişilər hər il təzə suallarla gəlir həkimlərin yanına. Bugünkü konferans haqqında fikirlər? Bugünkü konferans haqqında idi ki, bu ümumiyyətlə Azərbaycan androloqlarının 23-cü toplantısıdır. Yəni ki, hər biri, yəni ki, ilkin birincidən başlayaraq hamısı uğurla keçibdir. İştirakçıların sayını özünüz görürsünüz, qonaqları da görürsünüz. Hər dəfə 1, 2, 3 ən azından ölkədən iştirakçılar da iştirak etməyə belə demək olar ki, həvəslidirlər və iştirak edirlər, aktiv də iştirak edirlər. O ki, qaldı ki, sualların verilməsi ümumiyyətlə kişilərin problemlər necə var, elə qalır, köhnədir, problemlər köhnədir. Sadəcə zəruriyyət nədən yaranır? Gündə dünyada heç olmasa ən azı 50, 60, 70 böyük bir tədqiqatın nəticələri nəşr olunur. Sadəcə həkimlərin böyük bir qismi bu məlumatın ardınca çatdıra bilmədiklərini, əldə edə bilmədiklərini ya da ki, əl çatmaz olduğundan, yəni ki, bu bizim bu toplantılarda kimisə də əli nəsə də çatırsa da, harada iştirak edibsə də, yəni ki, orada olan, danışılan, deyilən, müzakirə olunan mövzularla sadəcə vətəndə, kolleqalarla paylaşmaqdan gedir söhbət.